Bibliyanın südəmər uşaqları və heyvanları qatili olan Allahı. Bir Allah düşün ki, südəmər uşaqlarının öldürülməsi əmrini versin. 1-ci Şamuel 15-ci bab 2-ci ayə. Ordular Rəbbi belə deyir. İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam. 3-cü ayə. İndi get, Amaleqliləri qır. Hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadına dək, yeniyetmədən südəmər körpəyə dək, öküzdən qoyuna dək, dəvədən eşşəyə dək, hamısını qır. Düşünə bilərsiniz ki, bunu etdirən Allah deyil, Şauldur. Bu əmri Allahın verdiyini deyən ayəni dinləyək. 13-cü ayə. Şamuel Gilqala, Şaulun yanına gəldi. Şaul ona dedi, Göy Rəbb sənə xeyir dua versin. Mən Rəbbin sözünə əməl etdim. 18-ci ayə. Rəbb səni yürüşə göndərib dedi. Günahkarları, Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş. 19-cu ayə. Bəs nə üçün Rəbbin sözünə itaət etmədin? Qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün. 20-ci ayə. Şaul Şamuelə dedi, mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amalek padşahı Aqaqı bura getirdim. Amaleqliləri isə tamamilə məhv etdim. Bu da Bibliyanın mərhəmətli Allahı. Bu kimi məlumatları bilmək istəyirsənsə, kanala abunə olub, bəyənib paylaşmağı unutma.